Dəyərli izləyicilər, fevral ayının 9-u bir son dəqiqə məlumatı diqqətinizə çatdırmağı istəyirəm. 700 min nəfərə şad xəbər, maaşları artacaq. Əmək Məcəlləsinə təklif edilən və artıq Milli Məclisdə birinci oxunuşda qəbul olunan dəyişikliyə əsasən minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək. Global Net xəbər verir ki, bu açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib. O qeyd edib ki, minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əmək haqqlarında artımları təmin eləyəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif maaşları minimum əmək haqqı artırıldıqdan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, su təsərrüfatı, meliorasiya, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil, kommunal nəqliyyat və rabitə, eyni zamanda balıq artırma sahəsində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir. Bu sahədə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları dövlət büdcəsindən maliyyələşir. Vahid tarif cədvəli üzrə cədvəldə maaşlar 17 dərəcə üzrə müəyyən edilir. Hazırda ən aşağı maaş 400, ən yüksək maaş isə 1150 manatdır. Minimum əmək haqqının dövrü olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyəsindən az və çox olması xüsusi önəm daşıyır. Bütövlükdə minimum əmək haqqının artırılması 700 min vətəndaşımız maaşının artmasına səbəb olacaq deyə Milli Məclisin üzvü Vüqar Bayramov qeyd edib.